Faydalı Saat efirdədir. Salam, hər vaxtınız xeyir olsun əziz dinləyicilərimiz. Avto FM-dəsiz. Bugün çox maraqlı mövzu ilə qarşınızdayıq. Hər gün olduğu kimi təbii ki, studiyada sizinlə Doktor Tutu Zeynal Badır. Faydalı Saat verilişini saat 3-dən 4-ə kimi həftədə 5 gün məhz 107.7 dalğasında dinləyirsiniz. Çalışırıq ki, qonaqlarımızla sizə faydalı olaq və sağlamlığımız mövzusunda məlumatları, bilgiləri sizə ən doğru ünvandan, ən doğru mənbədən çatdıraq. Çünki bugün yəni heç şübhəsiz ki, hamınız etiraf edərsiniz ki, bəlli bir belə deyək, məlumat kirliliyi var. Doğru dilə desək, kim nə gəldi danışır, bilən də bilməyən də. Və biz Faydalı Saat olaraq çalışırıq ki, sizə doğruları doğru mənbədən çatdıraq və sizi sağlamlığınız mövzusunda doğru istiqamətləndirək. Və bugün biz dəri xəstəlikləri mövzusunda danışacağıq. Daha doğrusu dərinin az danışılan bir mövzudur. Onkoloji xəstəlikləri mövzusunda. Amma düşünürəm ki, hər birimizin bu xəstəliklərdən qorunmaq üçün ən azından məlumatlı olmağa ehtiyacı var. Elə bu səbəblə də bugünkü qonağımız dermato-onkoloq, uzman doktor Mehdi İskəndərlidir. Qeyd edim ki, Mehdi doktor Avropa Dermatomineralogiya Akademiyasının həqiqi üzvüdür və hal-hazırda studiyamızın qonağıdır. Çünki bugün may ayı ümumiyyətlə həm də dəri xərçəngi ilə mübarizə və maarifləndirmə ayıdır. Xoş gəlmişsiniz doktor. Xoş gününüz olsun. Şadam sizi görməyim. Axırıncı dəfə mən Xəzər TV-dən işləyəndə biz sizlə qonaq olmuşsunuz, mən verişimdə səhv etmirəmsə. Qismət bugünəymiş. Ümumiyyətlə, dəri xərçəngi deyəndə biraz belə, həkimlər belə biraz buna hardasa barmaq arası baxırlar, sanki belə nadir rast gəlinən. Ola bilər, var belə bir problem, amma mənim başıma gələ bilməz. Sanki biraz sığortalanmış kimi baxırıq. Əhali arasında da dəri xərçəngi mövzusunda məlumat azdır. Necədir rast gəlmə sıxlığı dünyada, Azərbaycanda? Yəni, dəri xərçəngi dermatolojiyada önəmli bir dəri problemlərindən biridir. Yer üzündə təxminən 0,5-1%-ə qədər insan bu xəstəlikdən əziyyət çəkir. Təbii ki, bu rəqəm ortalama bir rəqəmdir. Bəzi yerlərdə bu rəqəm daha yüksəkdir. Məsələn, 2-3% olan yerlər də vardır. Avstraliya və Sidney, Yeni Zelandiyada bu insident daha yüksəkdir. Təbii ki, Azərbaycanda dəri xərçəngi ilə əziyyət çəkən xəstəliklər sayıları çoxdur. Sadəcə bizdə bəzi stereotipik düşüncələr olduğu üçün, məsələn, xallara toxunmaq olmaz kimi inanclar bəzən xəstələri gecikdirir və vaxtında diaqnozun qoyulmasının qarşısını alır. Bu yüzdən bəlkə insidenti bizdə o qədər yüksək olmaya bilər rəsmi statistikada, amma dəri xərçəngi ümumiyyətlə hər il insidenti artan bir dəri problemidir və bunların arasında təbii ki, mortalite oranı, yəni nisbəti yüksək olan xərçənglər də vardır. Bunlarda melanoma misal göstərmək olar. Melanoma uzaq orqanlara metastaz verə bilən bir dəri xərçəngidir və dünyada onun hardasa 5-6-cı yerdədir onun yəni görülmə sıxlığı. Lakin 2015-ci ilə qədər hardasa belə deyək ki, bu xəstəliyin, bu xərçəngin öldürmə qabiliyyəti daha yüksək idisə də son yeni dərmanların icadı ilə, xüsusən immunoterapiyanın hesabına bu deməli nisbət xeyli aşağı düşmüşdür və son statistikaya görə baxsaq 17-ci sıralarda, yəni melanomanın öldürmə qabiliyyəti. Lakin dəri xərçənginin bəzi növləri vardır ki, onlar uzaq orqanlara metastaz vermir, yəni öldürmə qabiliyyəti aşağıdır, lakin buna baxmayaraq onlar da yenə lokal invaziya yolu ilə yerləşdiyi nahiyədə ciddi fəsadlara, eybəcərliklərə və funksiyonal pozuntulara gətirib çıxara bilər. Hətta sümük toxumasına qədər, yəni olduğu nahiyədə yerləşən, bəli, sümük toxumasına qədər yayılaraq ciddi defektə gətirib çıxara bilər. Təbii ki, dəri xərçənginin bu vəziyyətə gəlməməsi üçün, yəni bu hala gətirməmək üçün erkən diaqnostika önəmlidir. Yəni insanların maariflənməsi, xalların və törəmələrin bəzilərinin onkoloji ola biləcəyini yəni nəzərə almaq lazımdır və zamanında dermatoloq və ya dermato-onkoloji xidmət göstərən dermatoloji mərkəzlərə müraciət olunmalıdır. Siz girişdə qeyd etdiniz ki, xallara toxunmaq olmaz. Çünki biz düşünürük ki, falan yerdə xalı var idi. Adətən belə olur hekayə. O xalı götüzdürdü
və xərçəng yarandı. Yəni biz düşünürük ki, xərçəngin yaranma səbəbi məhz hardasa hansısa nahiyədə yerləşən söhbət əri xərçəngindən gedir. Xalın götürməkdir. Yəni bu xallar mövzusundadır. Bəzən həkimlər də deyir ki, əşnəyirsən toxunma. Əgər sürtünən yerdə deyilsə, səni narahat eləmirsə, qoy qalsın. Hər xal götürülməlidirmi? Ümumiyyətlə xalların növlərindən gəlin istəyirsiniz danışıq. Çünki ən çox düşünürəm ki, əhaliyyədə çaşqınlıq yaradan məsələ məhz bu xallardır. Yəni bu təbii ki, yanlış düşüncədir, stereotipik və köhnəlmiş bir düşüncədir ki, xallara toxunmaq olmaz. Əslində xal toxunmalıdırsa toxunmaq lazım. Yəni bu ət xallarıdır, yoxsa qara xallardır, qəhvəyi xallardır, hansı xallardan danışırıq? Təbii ki, xallar ümumi bir anlayışdır. Yəni bu xalq dilində olan bir ifadədir. Dəridə qəhvəyi və qara rəngdə və yaxud dəri rəngində olan çıxıntılar şəklində şişlərə insanlarımız binəyə qədimdən xal deyir. Təbii ki, bizim gözümüzdə bir dermatoonkoloq olaraq bunların bir təsnifatını biz veririk. Bunların növləri vardır. Mənşəyinə görə, onları təşkil edən hüceyrə və toxuma qrupuna görə bunların təsnifatı vardır. Və təbii ki, hər bir xal onkoloji gələcəkdə bədxəssəli dəri xərçənginə çevirəcək deyə bir şey yoxdur. Burada sadəcə riskli olan dəri törəmələri və yaxud xalları vardır. Biz onları təyin edirik və ona görə biz işimizi ona görə qururuq. Və məsəl üçün deyək ki, anadan gəlmə olan xallar, konjenital nevus dediyimiz xalların məsələn riski daha yüksəkdir. Yəni gələcəkdə melanoma çevrilmə riski hardasa 10-15% civarındadır. Təbii ki, bu xalları biz aradan qaldırmağı tövsiyə edirik. Kiçik ölçülü olanları özümüz, yəni dermatoonkoloq olaraq özümüz öz klinikamızda belə ləğv edə biliriksə də, amma orta və böyük ölçülü deməli anadan gəlmə xalları və ya konjenital nevus diaqnozu verdiyimiz törəmələr plastik cərrahlar məsələn onlara yönləndirək, bunları aradan qaldırırıq və 3 yaşından etibarən bu əməliyyatlara biz start verə bilirik. Lakin sizin söylədiyiniz məsəl üçün boyun ətrafında, qoltuqda, qasıqda olan ət rəngində ət xalları və yaxud onların elmi adı akrokardondur və ya fibroepitelial polipdir. Bunlar ümumiyyətlə heç bir zaman bədxəssəli xarakter qazana bilmir və yaxud da dəri xərçəngi çevrilə bilmir. Onlar təbii ki, ləğv edirik sırf estetik məqsədlə və yaxud da ki, zamanlar onlar böyümə göstərdiyi üçün onları biz əsasən maye azotla və ya krioterapiya və digər lazer üsulları ilə onları ləğv edə bilirik. Yəni bunu bir mənalı şəkildə həkim ləğv etməlidir. Çünki bəzi insanlar götürürlər, sap bağlayırlar o xala. Gözləyirlər ki, düşsün, nə bilim, başqa vasitələr var. İnfeksiyalaşmış halda təzədən yenidən bizə müraciət edirlər. Bəli, ona görə də belə şeylər eləməyin, gedin həkim onu ən doğru, ən müasir üsullarla aradan qaldırsın. Bəzən də olur ki, siz anadan gəlmə xallardayız. Məsəl üçün, uşaq doğulur, hansısa nahiyəsində bədənin belə şərab ləkəsi kimi xalları, xal deyirik biz buna, yoxsa elə, deyəsən, tibdə də elə şərab ləkəsidir adı. Məsəl üçün, üzün bir hissəsində olur və yaxud bədənin müəyyən hissəsində ola bilər. Bunlar da aiddirmi törəmələrə və yaxud belə deyək, girirmi bu sahəyə, yoxsa dermatologiyanın başqa sahəsində, başqa diaqnozudur bu? Yox, yəni elə dermatoonkologiya aiddir. Onkologiya sözü onkos sözündəndir, şiş deməkdir. Yəni şiş formasında dəridə çıxan hər bir deməli problem dermatoonkologiyanın predmetidir. Dermatoonkoloq həm bədxəssəli, həm xoşxəssəli törəmələrə baxır və onun vəzifəsi əsasən bunların diferensiyasiyasını eləməkdir. Yəni xoşxəssəli ləkədirmi və yaxud da ki, şişdirmi və yaxud da bədxəssəlidirmi və yaxud da ki, ləkə də, yəni bədxəssəli formada ola bilər. O cümlədən yeni doğulanlarda müxtəlif tipdə törəmələr ola bilər. Dəri səviyyəsində hamar səviyyədə, hamar səthdə yerləşən törəmələr ola bilər. Bunlar az öncə söylədiyimiz kimi damar mənşəli deməli törəmələrdir, malformasiyalardır. Burada təbii ki, hemanjomalar burada adı qeyd olunmalıdır. Ondan sonra qəhvəyi rəngli ləkələr vardır ki, bunlar düzdür bir çoxsu onkoloji riski daşımasa da bəzi genetik xəstəliklərə işarə verə bilir. Hansı ki, genetik xəstəliklərdə gələcəkdə bəziləri onkoloji problemlərə gətirib çıxara bilər. O baxımdan bu xəstələr də, yəni damar mənşəli hemanjomalı uşaqlara da təbii ki, biz müayinəsini aparıb onların diaqnostikası və nəzarətini belə deyək ki, təşkil edirik. Və bir də bu indi artıq üzü yaya doğru gedirik. İnşallah ki, yay nəhayət gələcək. Çünki gah qışdır, gah yazdır, gah payızdır, baş açmaq olmur havadan. Və bir çox vaxt biz görürük ki, xanımlarda üzündə biraz əvvəl qeyd ediniz, qəhvəyi rəngli ləkələr olur. Onlar ki, günəşdən düşüb bu ləkə üzümə. Bu günəş ləkələrini də biz törəmə
kimi adlandıra bilirikmi? Yəni bu da onkologiyaya girir, yoxsa bu sadəcə bir günəşdən düşmüş bir estetik defekt, bunu aradan qaldırmaq daha mı asan? Çillərdən gedirsə, efelit deyirlər və yaxud da çillərdən gedirsə, bunlar yəni onkoloji risk daşımır. Amma bu yenə də bizim sahəyə aiddir, çünki çillərə bənzər başqa, yəni dəri qəhvəyi rəngli ləkələr ola bilər ki, hansı ki onlar onkoloji risk daşıya bilər. Bu baxımdan bunların diferensiyasiyası önəmlidir. Bunun diferensiyasiyasını təbii ki, peşəkar dermatoloq və yaxud dermatoonkoloji xidmət verən mərkəzlərdə bunu icra edirlər. Amma konkret olaraq əgər xəstəyə çillənmə diaqnozu qoyulubsa, o çillərin onkoloji riski yoxdur. Ancaq çilli insanın onkoloji xəstəliyə yaxalanma riski daha mı çoxdur? Bəli, çox doğru sual verdiniz. Elə onu izah eləmək istəyirdim. Lakin çillərin olması bu xəstənin onkoloji risk gələcəkdə daşıdığını göstərir. Çünki çillər adətən dəri tipi 1-2 olanlara yaranır. Yəni kürənlərdə və sarışınlarda, göz mavi olanlarda daha çox yaranır. Təbii ki, yay ayında onlar rəngi tündləşir, qışda azalır, lakin çillər bir yolluq getmir və bu bir işarədir ki, bu xəstələrin, bu populyasiyanın günəşin mənfi deməli zərərlərinə açıqdırlar. Yəni onlara daha çox zərər verir və təbii ki, onlar hər yay ayında daha çox günəş yanığı alırlar və ultrabənövşəyə dozası daha yüksək olur və təbii ki, gələcəkdə dəri xərçəngi yaranma ehtimalı yüksəlir və təbii ki, bu xəstələr, bu populyasiyaya biz xüsusən nəzarət altında saxlayırıq və ildə bir dəfə və ya 6 ayda bir dermatoonkoloq müayinəsinə gəlmələrini tövsiyə edirik. Yəni dermatoskopiya ilə bilirsiniz burada nədir? Yoxsa xüsusi bir nə bilim qan analizini var, necə yoxlayırsınız ki, bu insanda xərçəng olma birinci kliniki müayinədir. Vizual olaraq biz onu lupa altında və ya çılpaq gözlə müayinə edirik, lakin dəqiqləşdirmək üçün dermatoskop alətindən istifadə edirik. Dermatoskop aləti vasitəsilə biz törəməni 10 dəfəyə qədər böyüdə bilirik və oradakı görüntülərə görə biz həmin törəmənin mənşəyini əksər hallarda deməli təyin edə bilirik və ona o mənşəyinə görə də onun götürülməsinə və ya saxlanılmasına qərar veririk. Təbii ki, şübhəli olan dönəmlərdə biz dəridən analiz də götürə bilirik. Dəri biopsiyası dediyimiz üsuldan da istifadə edirik və dəri biopsiyasını biz 100% dəqiqliklə həmin törəmənin xarakterini və yaxud da ki, onkoloji risk daşıyıb daşımamasını biz təyin edə bilirik. Aydındır. Faydalı Saat efirdədir. Faydalı saat davam edir dostlar. Siz Avto FM-dəsiz. Studiyada Doktor Tutu Zeynalovadır və bugün biz dəri xəstəliklərindən danışırıq. Daha doğrusu dəri xərçəngindən danışırıq. Çünki bu mövzuda çox az danışılır və may ayı dəri xərçəngi ilə mübarizə və maarifləndirmə ayıdır. Elə bu səbəblə də qonağımız dermatoonkoloq, uzman doktor Mehdi İskəndərli studiyamızın qonağıdır. Doktor, mən istəyirəm biz günəş mövzusuna da toxunaq, amma dinləyicilərimizin sualları gəlib. İstəyirsiniz onları səsləndirim. Daha sonra günəşin dərimizə təsiri və bugün dəri xərçənginin artmasının səbəblərində günəşin hansı yerdə durduğunu, günəş şüalarının hansı yerdə durduğunu da qeyd edək. Deməli, yazıblar ki, düzdür ki, xaldan türk çıxırsa, deməli, bədxassəli deyil. 2608 nömrəli abunəçi soruşur. Xeyr, yəni tam elə demək olmaz. Məsələn, konjenital nevus dediyimiz, yəni anadan gəlmə olan xalların bir çoxsu tüklü olur. Və yaxud da ki, Becker nevus dediyimiz, onun da üzərində tük ola bilir. Becker nevus ömür billah onkoloji risk daşımır, amma deyək ki, anadan gəlmə olan xallar onkoloji riski var. Bundan başqa intradermal nevus dediyimiz, məsəl üçün üzdə daha çox böyük ölçülü xallar var ki, onun üzərində tük olur və amma onların da əksər hallarda, yəni əgər düzgün rəftar olunsa, SPF kremlər düzgün istifadə olunsa, onkolojiya çevrilmir. Ona görə bu yəni tükə görə yəni təsnifat vermək doğru deyil. Bəs misal üçün deyək ki, dərinin tüklü hissəsində çıxırsa xallar, bəylərimiz bilirik ki, tıraş olurlar üzlərini, təmizləyir, nə bilim, xanımlar epilyasiya falan gedirlər. Bunlar deyək ki, bu xalın bədxassəliyə çevrilmə ehtimalını artırırmı? Təbii ki, yəni təkrarlayan travmalar, yəni intradermal nevus dediyimiz, yəni əksərən bədxassəli deməli xarakter daşımayan nevusu belə tətikləyə bilər və bədxassəli transformasiyaya gətirib çıxara bilər. Hətta lazer epilyasiyası da eyni qaydada. O da bir travmadır, o da bir günəş işığına bənzər bir işıqdır. Ona görə epilyasiya zamanı mütləq xallar qorunmalıdır, qapanmalıdır. Hətta bizdə məsələn
həkim olmayan, belə deyək ki, dırnaqarası kosmetoloqlar və digər peşə sahibləri bəzən üzdəki o dediyim intradermal nevusu lazerlə, məsəl üçün üzdən səthdən belə deyək ki, ləğv edirlər. Belə estetik olaraq ilk başda normal görsənə bilər, amma əslində fraksion lazerdən söhbət gedir, sığalama metodu ilə. Yox, sığalama yox, onu lazerlə və yaxud da elektrokoagulyasiya ilə ləğv edirlər. Sadəcə kəsib götürürlər. Üstdən götürürlər, yəni sanki estetik müsbət nəticə alınır, amma əslində intradermal nevusun belə deyək ki, loru dedisə onun kötüyü olur. Yəni dermisin, yəni dərinin orta qatına qədər varan onun hüceyrələri olur. Onlar isə qalır orada və zamanla onlar məsələn transformasiya göstərə bilər. Ona görə xalların götürülmə qaydası da gərək düzgün olsun. Yəni hər xalı o formada götürmək olmaq, xüsusən də melanostik dediyimiz melanositlərdən qaynaqlanan deməli xalları o formada götürmək olmaz. O da ayrıca bir deməli provokasiya edən bir səbəb kimi qəbul olunur və o estetik nəticə olsa belə illər sonra həmin nahiyədə melanom kimi o xalın təzədən qayıtması, yəni xərçəng olaraq geri dönə bilər bizə. Ehtimalı var, bəli. Bizim praktikamızda da bu hallar rast gəlinibdir, yəni. Və hər götürülən xal histologiyaya göndərilməlidir. Mütləq bunu tələb etməlidir pasiyent həkiminə ki, göndərək görək orada nə çıxdı. Yəni təbii ki, bəzi xallar var ki, o histopatoloji təhlil ehtiyac olmaya bilər, hətta göndərilmir. Məsələn, ət xalları o qədər dəqiq bir diaqnostik üsulları var ki, onu göndərməyə bəzən ehtiyac yoxdur, çünki çoxsaylı olur. Ancaq 99% hallarda, əksər hallarda əgər bir şiş dəridən götürülürsə, o mütləq patoloji analizə getməlidir. Aydındır, təşəkkür edirəm. 76-73 nömrəli abunəçi yazıb ki, dəri xərçənginin başqa hansı simptomları var? Nədən bilək ki, dəri xərçəngi yaranıb və ya yaranma ehtimalı çoxdur? Dəri xərçəngi belə deyək ki, müasir dönəmdə dermatoskopla və yaxud da biopsiya ilə diaqnozu qoyulur və erkən mərhələdə deməli diaqnozu qoyulur. Amma gecikmiş mərhələdə, biraz irəliləmiş mərhələdə müəyyən əlamətlər verə bilər. Məsələn, əgər bir xal açıq yaraya çevrilirsə və qanamaya meyillidirsə, artıq bu xərçəngə işarədir. Yəni bu birbaşa, hətta biz bəzən klinik görüntü ilə belə dəri xərçəngini təyin edə bilirik. Amma xallarda ABCDE qaydası var. Yəni asimetri, yəni asimetriya varsa, xallar ümumiyyətlə oval şəkildə olur adətən. Əgər oval şəkildən çıxıbsa, bir asimetrik görünüm varsa, bu mütləq yəni soydaşlarımızı dermato-onkoloqa aparıb götürməlidir. Sonra ikinci B kuralı bu borderdir. Yəni ingiliscə, bu abreviatura ingiliscə gedir. Kənarlarından söhbət gedir. Kənarları adətən hamar olur. Amma onkoloji proses başlayırsa, kənarlarında kələkötürlük başlayır. Sırf xalın belə deyək, lateral kənarlarına söhbət gedir, yoxsa üstü də belə kələkötür olanda olur? Üstü yox, söhbət kənarlarından gedir. Məsələn, ovaldır, bir tərəfi 90% deyək ki, oval, amma bir tərəfdə görürsünüz ki, ayaqçıqlar şəklində bir çıxıntılar var. Bu artıq kələkötürlükdən xəbər verir. Eyni zamanda asimetriya da gətirib çıxarır bir növ. Sonra ABC color deməkdir, yəni rəng dəyişikliyi. Ümumiyyətlə, xallar, normal xallar homojen olur. Ya qəhvəyi olur, ya qara olur, ya dəri rəngində olur, çəhrayı olur. Amma bir xalın üzərində 2-3-dən artıq rənglər varsa, həm qəhvəyi, həm qara, həm mavi, həm ağ, həm qırmızı rənglər varsa, bu artıq onkoloji transformasiyaya işarədir və mütləq dermatoskopik müayinə üçün dermato-onkoloqa müraciət olunmalıdır. Ondan sonra gəlir D, bu da diametrdir. Diametr, yəni xallar belə deyək ki, 6 milimdən aşağıdırsa, onun onkoloji riski demək olur ki, yoxdur. 6 milimdən böyüdürsə, artıq onkoloji cəhətdən bizim fokusumuza düşür və onu nəzarətə götürə bilirik. Ondan sonra E, yəni E variantı, bu da evolutiondur, yəni evolyusiya. Əgər 3 ay ərzində bu xalda
böyümə varsa, yəni aktivlik varsa, bu da onkoloji transformasiyaya işarə ola bilər və bu da mütləq yox. Təbii ki, bunları biz tövsiyə eləmirik ki, pasiyentə otur bunları gör. Bu, yəni dermatoloqun işidir, bu nəzarət məsələsi. Yəni soydaşlarımızın əsas vəzifəsi ən azı ildə, ən azı ömründə bir dəfə hətta bir dəfə xalı göstərmək. Yanında bütün bədən, total bədən müayinəsi, ta saçlı dəridən, ta ayaq dırnağına qədər bütün nahiyələri dermatoloq müayinə edir. Çünki elə sahələr var ki, heç bir insan onu görə bilmir. Arxa nahiyələrdir, aralıq nahiyədir, saçlı dəridir, onları ona görə bilmir. Yəni ona görə bu dermatoloqun vəzifəsidir və bir dəfə müayinə olaraq biz onun riskli olub olmamasını, yəni risk qrupuna aid olub olmamasını təyin edir və ondan sonraki təlimatı biz deməli pasiyentlərə söyləyirik. Günəşdən sonra dəridə qırmızı xallar əmələ gəlir. Bu qorxuludurmu deyə soruşur dinləyicimiz. Elə buradan bu günəşlə bağlı mövzuya da keçə bilərik əslində. Yəni hər halda çeri hemanjiomasından söhbət gedirsə, bu yəni hər bir insanda araşdırsan bəlkə bir dənə də tapa bilərsən. Yəni bu onkoloji riski daşımayan millimetrik bir deməli damar mənşəli hemanjiomadır. Onların qorxusu yoxdur, amma yenə də qırmızı rəngli damardan başlanğıc götürən onkoloji törəmələr vardır. Yəni ona görə indi biz bu virtual olaraq cavablandırıq, amma onu biz təbii ki dermatoskopdan sonra, klinik müayinədən sonra qərar verə bilərik ki, o onkoloji riski varmı ya yox. Və deyək ki, dəri xərçəngi diaqnozu qoyuldu pasiyentə. Bu götürüləndən sonra məsələn, defekt, yaranan defekt, dinləyicimizin bir sualı var, siz sualı səsləndirimsə daha aydın olsun. Dəri xərçənginin tam müalicəsi mümkündürmü? Bədənin digər hissəsindən bir hissənin xərçəng yaranan hissəyə köçürülməsi xəstəliyi tam həll edirmi? Misal üçün, deyək ki, xal var idi və yaxud xərçəng olan sahəni götürdük və başqa yerdən dəri köçürdük bura. Burada yenidən yaranma ehtimalı varmı, yoxsa yəni burada dəri xərçənginin stadiyasından, ölçüsündən və onun hansı növündən olmasından asılıdır. Əgər kiçik ölçülüdürsə, millimetrik, məsəl üçün millimetrik biz melanom aşkarlanmışıq, yəni öz təcrübəmdə 2 dəfə olubdur belə bir hadisə. Yəni millimetrikdirsə, o geniş cərrahi sınırla götürülür və təbii ki, o defekti bağlamaq üçün adətən plastik cərrahlar greft dediyimiz köçürmələr eləyir. Və o köçürmə məsələsi deyil. Yəni əgər o ideal şəkildə götürülübsə, o bir daha qayıtmır. Yəni qayıtmanın səbəbi köçürülmənin səhv olması yox, vaxtında lap təmizlənməməsi olur. Yəni burada ölçü və stadiya önəmlidir. Yəni dəri xərçəngi əgər irəli stadiyadadırsa, ölçüsü böyüdürsə, onun qayıtma ehtimalı həmişə var. Və ona görə bu xəstələr əgər dəri xərçəngi əməliyyat olubsa, onlar dermatoloqun nəzarətində qalırlar və 3 aydan bir, 6 aydan bir, ildə bir dəfə indi vəziyyətə görə həmin əməliyyat sahəsi mütləq dermatoskopik müayinə olunmalıdır. Yəni ona görə burada xəstəyə görə dəyişir. Dəyişir, yəni bunun bir mənalı cavabı yoxdur. Amma kiçik ölçülüdürsə, erkən mərhələdə yaxalanıbsa əgər deməli dəri xərçəngi, onun qayıtma ehtimalı daha azdır. Aydındır. Bizim bir reklamımız var, amma birazdan olacaq. O zaman gəlin bu günəş mövzusuna aydınlıq gətirək. Məsəl üçün bizi dinləyən sürücülər çoxdur ki, bəzən görürük ki, uzaq yol sürücüləri və s. taksi sürücüləri çox vaxtı qollarını çıxardırlar şüşədən. Hətta bəzən olur ki, adi insanlar arasında da maşını olan insanlar ki, baxırsan ki, bir tərəfi qolu qaradır, nisbətən o birisindən ağdır. Sən demə qalır günəşin altında, deyirlər ki, yanmışam, bir tərəfim yanıb. Ümumiyyətlə, günəş şüaları dərimiz üçün zərərlidir, yoxsa orqanizm üçün faydalıdır deyə, faydası dərimiz üçün zərərindən daha mı çoxdur? Bax, bu mövzuda istəyərəm. Təbii ki, günəş həyat mənbəyidir, yəni onun faydaları aydındır. Təbii ki, tibbi zərərləri də vardır, amma tibbi faydaları da var. Təbii ki, bu D vitamini olsun, bəzi dəri xəstəliklərin remisiyaya girməsində, sağalmasında, azalmasında təbii günəş vannalarının, günəşlənmənin faydası da vardır. Biz tövsiyə edirik bəzi xəstələrə, o cümlədən ekzema, psoriaz xəstələrinə. Amma bəzi xəstəliklər var ki, dəri xəstəlikləri onları provokasiya edir, onların yaranmasında iştirak edir. Qırmızı qurdeşənədir, rozasiyadır, herpesdir. Bir sürü xəstəliklər var ki, onları provokasiya edir. O cümlədən dəri xərçəngi. Dəri xərçəngin yaranma səbəblərindən biri ilə günəşin ultrabənövşəyi şüaların mənfi təsiridir. Ona görə də mütləq belə deyək, dəri tipi 1-2 olanlar mütləq şəkildə, sonra
1-2 tip, bir dənə bunu da açıqlayaq dinləyicilərimizə. Dəri tipi 1-2 deməli kürən və sarışın belə deyək, göz mavi gözlü olanlar, çilləri olan insanlar, günəşin altında qızaran insanlar risk qrupudur. Onlar mütləq SPF vurmalıdırlar. Ondan sonra ömründə bir dəfə də olsa şiddətli günəş yanığı alanlar, belə deyək ki, su toplayacaq dərəcədə şiddətli günəş yanığı alıbsa, bu deməkdir ki, bu gələcəkdə onkoloji risk daşıyır. Yaşlı insanlar, 50-60 yaşdan sonra artıq bu insanlarda immunitet zəifləyir, orqanizm zəifləyir və nə zamansa bunlarda dəri xərçəngi yarana bilər. Peşə ilə əlaqəli ola bilər. Məsələn, açıq sahələrdə işləyən təsərrüfat işçiləri ola bilər, dənizçilər ola bilər, ondan sonra fəhlələr, yəni tikinti sahəsində işləyənlər, o cümlədən şoferlər, yəni uzun yol sürücüləri, yəni günəşin mənfi təsirinə məruz qalırlar. Onlar mütləq günəşdən qoruyucu vurmalı. Təbii ki, immuniteti zəif olan, birincili və ikincili immun yetməzliyi olanlar və yaxud da ki, istər dəri xəstəlik, istər revmatoloji xəstəliklərdən əziyyət çəkəndə immuniteti salan, immunosupressiv dərmanlar qəbul etdiyi üçün transplant xəstələri hətta mütləq dermato-onkoloq nəzarətində və mütləq SPF günəşdən qoruyuculardan istifadə etməlidirlər. Bəs elə bir qrup insanlar və yaxud deyək ki, elə bir xəstəliyi olan insanlar varmı ki, onlarda dəri xərçəngi heç vaxt olmur? Yəni, belə bir iddia edə bilmərik. Sadəcə riskin azlığını deyə bilərik. Məsəl üçün, dəri tipi, bizdə ümumiyyətlə Azərbaycan dəri tipi təxminən 3-4 daha yayğındır. Yəni, qəhvəyi, açıq qəhvəyi. Dəri tipi 3-4-də ehtimal azdır. Amma yenə də təbii ki, günəşin verdiyi başqa zərərlər də vardır. Fotoyaşlanmadır, qırışlardır və s. Müxtəlif dəri xəstəliklərin yaranmasıdır. O baxımdan yenə də 3-4 olsaq belə, yenə də SPF istifadə olunmalıdır. Təbii ki, 4-6 tipində bu artıq negroid, belə deyək ki, irginə aid insanlardır ki, onlarda pigmentasiya həddən artıq maksimum dərəcədə olduğu üçün onlarda bu ehtimal azalır. Lakin araşdırmalar göstərir ki, onlarda başqa növ onkoloji, tutaq ki, akral melanoma dediyimiz, daha çox, bu da melanoma bir növüdür, melanoma çoxlu növü vardır. Onlardan biri akral melanoma, daha çox əllərdə, ayaqlarda, ovuc içərisində və o cümlədə dırnaqlarda. Hətta dırnaqlarda da ola bilər. Dırnaqlarda da bəli ola bilər. Və bu qrupda, baxmayaraq ki, bunların dəri tipi tutaq ki, 5-6-dır negroiddə. Onlarda, məsəl üçün, akral melanoma insidenti daha yüksəkdir. Faydalı Saat devam edir. WhatsApp 055 455 1077. Faydalı Saat davam edir dostlar, Avto FM-dəsiz. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün dəri xəstəliklərdən, xüsusilə də dəri xərçəngindən danışırıq. Çünki bu mövzuda hər birimizin maarifləməyə ehtiyacı var və qonağımız dermato-onkoloq uzman doktor Mehdi İskəndərlidir. Qeyd edim ki, doktor Mehdi Avropa Dermatovenerologiya Akademiyasının həqiqi üzvüdür. Siz uzmanlığınızı Türkiyədən almışsınız. Bəli, Ege Universitetindən almışsınız, lap yaxşı. Bütün egeçiləri salamlayıram. Əlavə olaraq da onkologiyanın ən çox yayıldığı Avstraliyada deməli ixtisas artırmalı olmuşam. Super, əla. Bütün Ege məzunlarını buradan salamlayırıq. Başda bizim Emil Muxtarov olmaqla tanırsınız yəqin ki, Emil hocanı da. Mən bir məsələdə toxunmaq istəyirəm. Bu SPF kremləri, onları necə seçək? Var, məsələn, bazarda müxtəlif məhsullar var. Çox ucuz, yəni çox yox, ucuz və çox bahalı olanlar var. Burada SPF-in qoruma dərəcələri var, 30, 50 və s. Bəli. Və hansını alsın? Məsələn, biz gedib SPF krem almaq istəyiriksə, üstündə nə yazını oxuyaq, hansı yazını axtaraq ki, bilək ki, bu doğrudan da keyfiyyətlidir. Yəni SPF-in bəli çox növləri var, çox çeşidlidir. Burada birinci dərinin növünə görə təyin olunur, klassifikasiyaya gedir. Dərinin 4 növü vardır. Yağlı dəri, qarışıq dəri, həssas dəri və quru dəri. Yəni SPF-ləri də buna nəzərən hazırlayırlar. Təbii ki, bəzi SPF-lərin üzərində, yəni Azərbaycan dilində yazı olmadığı üçün onun İngiliscə və yaxud da fransızca olur. Soydaşlarımız onu anlaya bilmir. Bəs istehsal ölkəsi? İstehsal ölkəsi təbii ki, brendlər var. Bu işi daha çox fransızlar daha yaxşı görür. Onların brendləri daha çox belə. Yəni Fransa istehsalıdırsa güvənə bilərik.
Bəli, yəni həqiqi Fransa istehsalıdırsa, bəli, güvənmək olar. Amma yenə də burada yəni SPF seçimində yenə dermatoloq ən azı bir dəfə müayinəsində olmağı tövsiyə edirik. Çünki dəri həkimi seçsin. Yəni bəli, çünki əczaçılar da məsəl üçün biz görürük ki, praktikada onlar da soydaşlarımıza kömək edə bilmir. Bu ümumiyyətlə reseptsiz yazılan bir vasitədir. Amma yenə də suallar gəlir sosial media üzərindən və yaxud da ki, müayinə sırasında soruşurlar ki, hansı SPF istifadə edək. Burada təbii ki, dediyim kimi 4 dəri tipinə görə seçilir. Ondan sonra burada filtrlərin növü var. Yəni günəş qoruyucu kremlərin tərkibində əsas element dər var ki, hansı ki o günəşi rədd edir və yaxud da günəşi udur. Onlara filtr deyirlər. Bunun növü önəmlidir. Burada 2 növ filtr var. Üzvü və qeyri-üzvü. Qeyri-üzvü olanlar mineral tərkibli olur. Yəni sink oksid, titanium oksid ya duz tərkibli olur. Onlar məsəl üçün dəriyə hopmur. Dərinin üzərinə vurursa, dəridə bir təbəqə şəklində, bir təbaşir və yaxud da un suspenziya şəklində olduğu üçün belə bir görüntü verir. Hətta baseynə girib çıxanda belə qalır. Onlar qalmır əksinə. Onlarda məsəl üçün dəri səthində olduğu üçün onlar suya davamsız olur adətən. Davamsız olur. Aha, bəs o qalanlar necə? Qalanlar məsələn orqanik olanlar, yəni üzvü belə deyək ki, olanlar, onlar dəriyə hopduqları üçün onlar krem şəklində olur. Yəni hətta dəriyə daha rahatdır tətbiq eləmək. Onlar məsələn əksən suya davamlı olur və dənizə girməmişdən öncə onların istifadə etməsini tövsiyə edirəm. Lakin burada başqa bir nüans var. Bəzi SPF-lər, məsəl üçün bu az öncə söylədiyim orqanik olanlar dəriyə hopduğu üçün qana da keçmə ehtimalı var. Ona görə hamilələrdə və uşaqlarda yəni düşünmək lazımdır. Daha çox orqanik olanların istifadəsini, non-orqanik daha doğrusu mineral tərkibi olmasını tövsiyə edirik. Məsələn, vitiligo xəstələri hansından istifadə etsə daha yaxşı olar? Vitiligo xəstələri üçün xüsusi belə deyək ki, antioksidant tərkibli belə deyək ki, SPF-lər var. Təbii ki, o brendin içərisində onu biz seçirik. 50 SPF-in istifadə olunması kifayətdir. 50 SPF və antioksidant təsirli. Tərkibli. Yəni prinsipə 50 SPF yəni sun protection factor, yəni o rəqəm önəmlidir daha çox. Təbii ki, onların içərisində əlavə ingrediyentlər də olur. Hər dəfə bunlar zamanla görürsük dəyişir, yeniliklər olur və s. Təbii ki, onları da bir nəzərə alırıq. Neçə saat təsir edir bu SPF-lər? Deyək ki, bir dəfə çəkdim, bir gün kifayət edir, yoxsa neçə saatdan bir yeniləməliyəm? Yox, onu hardasa bir 10-15 dəqiqə öncədən, 20 dəqiqə öncədən çəkilməlidir, çölə çıxmadan öncə. Onun ömrü belə deyək 2 saatdır. 2 saatdan bir təzələnmək lazımdır. Əgər çöldə uzun müddət qalacaqsınızsa 2 saatdan bir, yəni SPF yenidən vurulmalıdır. Elə üst-üstə çəkmək olar, yoxsa yunub təzədən çəkmək lazımdır? Yəni çöldəsinizsə, təbii ki, üstündən vurmaq olar. Yox, əgər evdəsinizsə mütləq axşamlar, yəni o təmizlənməlidir yatmadan öncə. Aha, aydındır. Amma istənilən halda SPF-siz çölə çıxmamaq məsləhətdir. Xüsusilə də dəri problemi varsa. Davam edəkmi suallardan? Yorulmamısınız? Yox, davam edək. Salam, doğum ləkələri ilə bağlı bir çox deyimlər, variantlar var. Bəs tibbdə bunun izahı varmı? Körpənin bədənin hansı hissəsində ləkə ilə doğulmasını nəzərdə tuturam. Bu dinləyicimiz deyəsən sonradan qoşulub bizə. Biz o haqda danışdıq. Doğuşdan dəridə uşaqlarda yeni doğana ləkələr ola bilər, qəhvəyi ləkələr ola bilər, ağ ləkələr ola bilər. Təbii ki, bunun diaqnostikasını yenə dermatoloq aparır. Onların sayı, rəngi, ölçüsü önəmlidir. Əgər sayı nə qədər çoxdursa, bu müəyyən genetik xəstəliklərə işarə ola bilər və bu baxımdan biz onları nəzarətə götürürük. Amma doğum ləkəsi təbii ki, konjenital nevus şəklində də ola bilər. Yəni dediyimiz o melanoma riski daşıyan hallar şəklində də ola bilər. Onlara da yanaşmamız tamamilə başqa cürdür. Daha bir dinləyicimiz yazıb ki, səpkili akneli dərilərin xərçəngə tutulma ehtimalı çoxdurmu? Səpki ilə dəri xərçəngin hansı əlaqəsi varmı? Xeyr, belə bir bağlantı yoxdur. Yəni akne tamamilə onkoloji olmayan bir dəri xəstəliyidir. Ona görə belə bir diqqət, xüsusən akne xəstələrinin bu istiqamətdə xüsusi bir qayğımız yoxdur. Saç dibində kiçik səpkilərin olması nə ilə əlaqədar ola bilər? Çox səbəb ola bilər. Əgər kəpəklənən, qabıqlanan, qaşıntılıdırsa, burada psoriazdan, seborik dermatitdən və digər nadir görülən avtoimmun xəstəliklərdən danışmaq olar. Yox, əgər follikulit
Sifit şəklindədirsə, məsəl üçün sızanaq şəklindədirsə, bu da aknenin bir variantı şəklində ola bilər və digər nadir xəstəliklər ola bilər. Bu mütləq müayinə olunmalıdır. Lazımsa saç tibi dermatoskopiya edilir, yəni müayinə edilir və ondan sonra dəqiq diaqnoz qoyulur ki, bu səpkilərin mənşəyi nədəndir. Biraz əvvəl qeyd etdiniz ki, dəri xərçəngləri bəzən metastaz verə bilir və xəstə artıq digər orqanın metastazı ilə müraciət edir xəstəyə. Bəs başqa orqanın xərçəngi dəriyə metastaz verə bilərmi? Bəli, çox gözəl sualdır. Əlbəttə, yəni məsəl üçün deyək ki, daxili orqanların solid tümörləri, istər ağciyər xərçəngi, məmə xərçəngi, daha çox məmə xərçəngini görürük və yaxud da bağırsaq, mədə-bağırsaq sistemi, kolon deməli siyah zamanı dəriyə metastazlar ola bilər. Bu zaman bu metastazlar da atipik görüntüdə olur. Yəni tam belə bizim klassik gördüyümüz hallara bənzəmir və bunu biz yalnız adətən histopatoloji analizlə belə deyək ki, təsdiqləmiş oluruq. Bundan başqa qan xəstəlikləri, məsələn leykemik hematoloji manitə ilə əlaqəli dəri xərçənglər var ki, limfomalar məsəl üçün və yaxud da ki kəskin leykemiya belə qanda infiltrasiya verə bilər və o da özünü bir dəri xərçəngi kimi əslində göstərir, amma metastatik forma şəklində göstərir. Onu da biz bəzən sırf belə dediyim biopsiya ilə belə deyək ki, təyin edirik və xəstədə məlum olur ki, bu əslində dərinin problemindən çox daxildən gələn bir onkoloji problemin göstərgəsi kimi qəbul edirik. Təşəkkür edirəm cavablarınız üçün. Faydalı Saat efirdədir. Faydalı Saat davam edir dostlar. Avto FM-dəsiz. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün mənim üçün şəxsən çox maraqlı mövzu ətrafında danışırıq. Əminəm ki, sizin üçün də mövzumuz və qonağımızın söhbətləri çox maraqlıdır. Dermatologiyadan danışırıq. Dəri xəstəliklərinə və xüsusilə dəri xərçəngi mövzusuna toxunduq. Dermato-onkoloq uzman doktor Mehdi İskəndərli studiyamızın qonağıdır. Və mən istəyirəm, doktor, biz bir məsələyə toxunaq ki, bu dəri xərçəngi qeyd etdiniz ki, başqa orqanlardakı xərçəng dəriyə metastaz verə bilər. Bəs ola bilərmi ki, hansısa xəstəliyi olanlar, məsələn, şəkərli diabetdir, autoimmun xəstəliklərdir, bu xəstəliyi olanların dəri xərçəngi olma ehtimalı çoxdur dediyimiz qrup varmı? Təbii ki, yəni az öncə söylədiyim kimi deməli immuniteti zəif olan bir xəstə qrupları vardır. Bunlar hematoloji xəstələr ola bilər və yaxud da ki, dermatoloji xəstələr ola bilər, avtoimmun mənşəli xəstəliklərdən dolayı qəbul etdiyi immunosupressiv dərmanlar ola bilər. Bu xəstələrdə immunitet bir pillə aşağı olur və yaxud da ki, HIV xəstələr ola bilər və yaxud da ki, qazanılmış uşaqlarda belə, məsələn, qazanılmış immun defisiti varsa uşaqlarda, anadan gəlmə, onlarda belə hətta uşaqlıq dönəmində bu cür dərinin, nə ki dərinin və daxili orqanların onkolojisi belə yarana bilər. Hətta genetik deməli genodermatoz dediyimiz genetik dəri xəstəlikləri vardır ki, onlarda belə uşaqlıq dönəmindən başlayaraq dəri xərçəngi yarana bilir. Ümumiyyətlə, dəri xərçəngi uşaqlarda normal populyasiyada nadirən görsənir, amma genetik pozuntusu olanlarda, xüsusən bu onkoloji, günəşin mənfi təsirinə qarşı dözümü olmayan xüsusi genetik xəstəliklər var ki, onlara birbaşa, yəni mənfi təsir göstərərək istər melanoma, istər melanotik, istər non-melanotik dəri xərçəngi yaranır uşaqlıq dönəmindən. Təbii ki, bu qrupda xüsusi nəzarət tələb olunur və dermato-onkoloq olaraq Kutanos klinikada bu xəstələri biz xüsusən nəzarətdə saxlayırıq. Yəni onlar qeydiyyatdadır və vaxtaşırı müayinədən keçirlər. Təbii ki, bura transplant xəstələrini də aid etmək olar. Transplant xəstələri də yəni uzun bir ömür boyu hətta onlar immunosupressiv dərmanlar qəbul edirlər və onlarda zaman-zaman bədənin müxtəlif nahiyələri, xüsusən dərinin açıq sahələrində, əllərdə, qollarda, üz nahiyəsində, dekolti nahiyəsində, hətta genital bölgədə, cinsi nahiyədə belə onkoloji proseslər başlaya bilir. Aydındır. Və mən istəyirəm biz bir də dəri xəstəliklərindən danışmışkən biraz psoriaz və vitiligo mövzusuna da toxunaq qısaca ki, bu xəstəliklərin olması
deyək ki, dəri xərçəngi ehtimalını artırırmı, yoxsa əksinə? Vitiligo, üzr istəyirəm, ikinci xəstəlik Psoriaz. Vitiligodan başlayaq. Təbii ki, vitiligo dərinin avtoimmun bir xəstəliyidir. Burada dərinin günəşin ultrabənövşəyi şüalarından qoruyan melanostitlərin zədələnməsi ilə, onların yoxa çıxması